2026-cı ildə musiqi hazırlamaq üçün nə bahalı avadanlığa, nə də studiyaya ehtiyac var. Sadəcə süni intellekt və doğru metod kifayətdir. Salam dəyərli izləyicilər, heç olubmu ki, öz yazdığınız şeiri bir neçə dəqiqəyə mahnıya çevirmək istəmisiniz? Bu videoda sizə süni intellekt vasitəsilə peşəkar musiqi necə hazırlamaq olar addım-addım göstərəcəyəm. Öz sözlərinizi, öz melodiyanızı səsləndirib tanınmaq istəyirsinizsə, bu videonu mütləq və mütləq sona kimi izləyin. Və dəyərli izləyicilər, belə videoların davamının gəlməsi üçün mütləq aşağıdan kanala abunə olmağı, videonu bəyənməyi və bu haqqda məlumat olmayan dostlarınızla videonun linkini aşağıdan kopyalayıb onlarla da bölüşməyi unutmayın. Əlavə nə suallarınız olarsa mütləq aşağıda şərh bölməsində də qeyd edə bilərsiniz. İndi isə heç vaxt itirmədən keçək videoya. İki cür daxil ola bilərik. Birinci, application formasında Sunoya daxil ola bilərik. Ancaq mən məsləhət görürəm ki, biz Google-dan Sunoya daxil olaq. Google-da daha effektiv, daha yaxşı işləyir Suno. Application forması isə hələ o qədər də inkişaf eləməyib. Google-a daxil olduqdan sonra Suno yazırıq. Burada birinci açılır. Proqrama daxil olduqdan sonra mən buradan necə Sunodan qeydiyyatdan keçirilir onu göstərməyəcəm, çünki o çox asandır. Öz Google hesabınızdan Sunoya daxil ola bilərsiniz. Məndə Sunonun versiyası Premier versiyasıdır. Pro versiyası var, bildiyimiz kimi sadə versiyası, bir də ki Premier versiyası. Sadə versiyada o qədər də yaxşı deyil. Gündəlik 50 kredit verir. Sadəcə necə düzəldə bilərsiniz musiqiləri? 1 dəqiqəlik olan musiqiləri düzəldə bilərsiniz. Həmçinin 50 kredit verir və buna görə də məcbursunuz ki, tez-tez mail dəyişərək öz musiqilərinizi hazırlayarsınız. Əgər peşəkar bir video hazırlamaq istəyirsinizsə, peşəkar mahnı hazırlamaq istəyirsinizsə, siz Pro versiyasından istifadə edə bilərsiniz. Hardasa $8 göstərir. Komissiya haqqı ilə qarışıq 20 manata başa gəlir. Premier versiyası isə $24. Bu da hardasa Azərbaycan manatına çevirəndə 60 manatda başa gəlir. Aralarında komissiya fərqləri olur. Sonra qayıdırıq Suno ana səhifəsinə. Buradan biz Create düyməsinə toxunuruq və burada iki cür biz düzəldə bilərik öz musiqimizi. Əgər stil Suno tərəfindən verilməyini istəyirsinizsə, birbaşa lirik bölməsinə öz mahnının sözlərini yaza bilərsiniz. Sonradan aşağıda Styles bölməsində isə həmin mahnının hansı stildə olmağını qeyd edə bilərsiniz. İndi isə mən bu videoda sizə hazır bir şəkildə, məsələn belə deyək, mən özüm bəzi mahnılarım var ki, onun sözlərin müəllifi özüməm. Suno vasitəsilə süni intellektlə səsləndirmişəm. İndi yuxarıda i bölməsində qeyd olunacaq və girib baxa bilərsiniz səhifədə həmin mahnıya ki, necə hazırlanıb. Buradan audio bölməsinə toxunuruq. Upload bölməsinə toxunduqdan sonra indi digər iOS-larda, Android-larda və digər telefonlarda fərqli ola bilər. Foto və videolar. Buna toxunduqdan sonra həmin səsi tapırıq. Məsələn, telefonun səs yazanında öz səsinizi qeyd edə bilərsiniz, öz yazdığınız sözləri özünüz oxuya bilərsiniz və sizin oxuduğunuz stilə uyğun Suno özü stil yaradır və musiqini səsləndirməyə başlayır. Həmin səsi tapdıqdan sonra üzərinə tıklayırıq və burada save-ə basırıq və burada cover audio in any song style. Continue vurduqdan sonra hal-hazırda orada musiqidə, mahnıda və yaxud özünün səsləndirdiyi parçada olan sözləri Suno öz AI-si vasitəsilə tapır və lirik bölməsinə qeyd edəcək. Bəli, yükləndi. Gördüyünüz kimi yuxarıda səsi, aşağıda lirik bölməsində mahnının sözlərini Suno özü qeyd edir. Buradan diqqətli nə olmaq lazımdır? Çünki bəzən Suno süni intellekt olduğuna görə Azərbaycan sözlərini o qədər də yaxşı başa düşmür. Ona görə bəzi hərf səhvləri olur və biz təkrar sözləri nəzərdən keçirdikdən sonraki hərf səhvləri yoxdur. Keçirik stil verməyə. Stili belə desək, verməsək də olar. Birbaşa create-ə toxuna bilərik. Suno özü stil verəcək və yaxud oxuduğunuz stilə uyğunlaşdırıb bir musiqi modeli əmələ gətirəcək. Lakin sizin beyninizdə var ki, hansı stildə olsun və yaxud hansı musiqi alətləri həmin mahnıda səslənsin. Siz bura Azərbaycanca yox, ən yaxşısı olur ki, ingiliscə qeyd edəsiniz. Əgər bunu da etmək istəmirsinizsə, ChatGPT vasitəsilə öz istədiyiniz musiqi alətlərini Azərbaycan ilə yazaraq və yaxud istədiyiniz stili ChatGPT-ə yazaraq onun Suno üçün prompt hazırlanmasını deyə bilərsiniz və copy paste eləyərək bura yapışdıra bilərsiniz. Məsələn, mən istəyirəm ki, Azərbaycan popuna uyğun olsun. Musiqi alətləri kimi gitar, piano və brass. Bunu qeyd etdikdən sonra indi sizə həmin yeri göstərəcəm. Burada Suno'nun öz yapay zəkası var. Bu şə toxunduqdan sonra sizin yazdığınıza uyğun olaraq Suno özü prompt çıxarda bilər. Bunu etməyə də bilərsiniz. O məsləhət görürəm ki,
bunu edəsiniz. Bu süni intellekt tuşuna toxunduqdan sonra Suno özü bu sözlərə uyğun ingilis dilində prompt yaradır. Burada promptu görürük. Bundan sonra həqiqətən də gözəl bir musiqi yaratmaq istəyirsinizsə, Advanced Options-a daxil oluruq. Burada Still Influence, Audio Influence, Awareness. Burada vocal gender, yəni oxuyan şəxsin cinsi. Çox vaxt mən female götürürəm. Burada musiqinin stillərinə aid bir neçə əlavələriniz edə bilərsiniz. Mən məsləhət görürəm ki, bura çox toxunmayasınız. Ancaq əgər istəyirsinizsə, sizin oxuduğunuz kimi süni intellekt oxusun, Style Inverse-ı biraz arxaya çəkə bilərsiniz. Burada heç nəyə toxunmağa ehtiyac yoxdur. Bizim promptumuz hazır, sözümüz hazır və burada Create düyməsinə toxunuruq. Create düyməsinə toxunduqdan sonra bir neçə saniyə içində bizim bu musiqimiz hazır olur. Musiqilər hazırdır. Hər dəfə 2 cür hazırlayır. Buna qulaq asmağa o qədər də ehtiyac yoxdur, çünki bu mahnını artıq mən hazırlamışam. İ bölməsində göstərilib. Həmin bölmədən daxil olaraq mahnının nə cür olduğunu izləyə bilərsiniz. Bu günləri biz sizinlə öz yazdığımız sözlərə uyğun və oxuduğumuz musiqiyə necə süni intellekt vasitəsilə səsləndirə bilərik? Bu videoda onu öyrəndik. Ancaq videonun əvvəlində qeyd etdiyim kimi özünüz oxumaya da bilərsiniz. Süni intellektdən kömək istəyə bilərsiniz ki, süni intellekt özü mahnının stilini yaratsın. Əgər Suno studiyasında işləməyi öyrənmək istəyirsinizsə, musiqiyə başqa instrumental alətlər əlavə etməyi öyrənmək istəyirsinizsə və yaxud müəyyən bir instrumental aləti musiqinizdən çıxarmağı öyrənmək istəyirsinizsə və Suno haqqında hansı fikirləriniz varsa, suallarınız varsa, şərh bölməsində qeyd edə bilərsiniz. Növbəti videolarda həmin suallara uyğun yeni videolar çəkər və sizlərə nümayiş etdirək.